dostlar, mən Elnur Salahov. Qaldığımız yerdən davam edirik. Hal-hazırda biz sum funksiyasını bitirdik və sumif funksiyasından davam edirik. Sumif funksiyasının məqsədi ümumiyyətlə məlumatların ümumiləşdirilməsidir. Məlumatların ümumiləşdirilməsi dedikdə yenə də biz nümayəndə, firma, ölkə, məhsullarla müqayisədə, daha doğrusu bunları arasında olan qiymət fərqini, satış fərqini müqayisə edərək məlumatları toplayaraq müqayisə edə bilərik. Mən burada ilk növbədə istəyirəm ki, nümayəndələrə görə satışları bilim ki, hansı nümayəndə ən çox satış edib, hansı nümayəndə ən zəif satış edib. Bunun üçün mən nümayəndə olan bölməni seçərək sağ düymə kopya edib boşluqda paste edirəm. Və gördüyünüz kimi burada nümayəndələr təkrar olundu. Məsələn, Elnur Salahov burada da var, burada da var, burada da var, Fuad Cəlilov burada da var, burada da var və nümayəndələr təkrar olundu. Nümayəndələrin təkrar olunmasını ləğv etmək üçün, ümumiyyətlə təkrarlanmanı pozmaq üçün, təkrar olan adları pozmaq üçün date bölməsindən remove və duplicate hissəsindən gələrək OK düyməsini basıb işləmimizi tamamlayırıq. Və daha sonra birinci adın qarşısında bərabərdir qoyub düsturumuzu yazırıq. Düsturumuz belədir və onu da xatırladım ki, siz buraya da yəni bərabər qoyub xanalara da düstur şəklində yaza bilərsiniz və yaxud da çətinlik çəkən olsa fx funksiyası zamanı da buradan da məsələn sumif taparaq da biz düsturumuzu qeyd edə bilərik. Mən ən sadəsini istəyirəm edəm. Bərabərdir adın qarşısında yazıb bərabərdir sum if mötərizə açıram. Nümayəndəmin adı ilk növbədə nümayəndəmin adı birinci adı hardan başlayırsa düz sonuncu nümayəndəyə hamısını qeyd edirəm. Vergül və sonra yenə də təkrar kopya etdiyimiz nümayəndə adlarının üzərinə gəlib hamısını başlanğıcdan sonradan qeyd edirəm və sonda da satış sistemlərini seçib qeyd edirəm. Sonra da mötərizəni bağlayıb OK düyməsini basıram. Deməli basıram və nümayəndələrin satışlarını və hansı ölçüdə olan satışlarını, nə qədər satış etdiklərini bilirəm. İndi artıq bizə məlumdur ki, 17.788 AZN ümumi summa təşkil etdiyimiz satışdan 4.628 AZN Elnur Salahov, 1010 AZN Fuad Cəlilov, 1750 AZN Kənan Salahov və s. ediblər. Burada bir toplam yazaraq buraya da eyni şeyi qeyd edirəm. Klaviaturda alt bərabərdir qoyub müsəlmanı buraya daxil edirəm. Müsəlmanı ona görə daxil etdim ki, mən indi bilmək istəyirəm ki, mənim satış nümayəndələrim mənim 100%lıq satışımın neçə hissəsini təşkil edir. Bunun üçün də mən ən birinci nümayəndəmin qarşısına, adının qarşısında olan boş xanaya gəlirəm, bərabər qoyuram və onun satışını bölürəm ümumi toplam cəmə və beləliklə biz alırıq və beləliklə faiz nisbətimizi də biz burada bir səhv etdik. Daha doğrusu mən burada səhv etdim. Deməli, bərabər qoyuram. Ümumi satışı bölürəm.
ümumi satışa və F4 düyməsi ilə ümumi satışı sabitləyirəm ki, aşağı dartdığım halda o bizə artıq səhvliyi verməsin. Baxın, görürsüz? Artıq səhvliyi vermədi. 100%'lik satışın 26%'ni Elnur Salahov, 6%'ni Fuad Cəlilov, 10%'ni Kənan Salahov və s. təşkil edib. Biz bunu diaqram formasında da sala bilərik. Məsələn, bütün adları seçərək və yaxud da seçərək insert düyməsindən, bölməsindən, daha doğrusu istədiyimiz növ diaqramı seçərək də qeyd edə bilərik. Gördüyünüz kimi baxın. Burada da diaqramda da öz əksini tapıb. İstəsək, yəni bu toplamını daxil etməyə bilərik. Buraya nümayəndələr yazıb qeyd edə bilərik. Diaqram şəklində də satışımıza kimin çox, kimin az satdığını izləyə bilərik. Diqqətiniz üçün təşəkkür edirəm.